Salam, mən Sədaqət Rızayeva. Artıq 8 ilə yaxındır ki, türk dili dərslərini tədris edirəm. Eyni zamanda Türkiyədə təhsil almaq istəyən tələbələrə universitet müraciətləri, ixtisas seçimi barədə dəstək göstərirəm. Bu gün təsisçisi olduğum EdPoint Təhsil və İnkişaf Mərkəzinin layihəsi olan YouTube kanalımızın ilk videosunu çəkirik. İlk video olduğuna görə YouTube kanalı haqqında biraz məlumat vermək istəyirəm. Bu YouTube kanalında bizim məzunlarımız, eyni zamanda hal-hazırda təhsil alan tələbələrimizlə videolarımız olacaq. Türkiyədə təhsilə getmək istəyən tələbələr öz suallarına cavab tapsınlar. İlk videomuzda isə bizim hal-hazırda Türkiyənin İzmir şəhərində, İzmir Yüksək Texnoloji Universitetində təhsil alan Xədicə olacaq. Xədicə, xoş gəldin. Özünü izləyicilərimiz üçün tanıt, zəhmət olmasa. Xoş gördüm müəllim. Mən Xədicə, Bakı Dövlət Universitetində biologiya ixtisasını ingilis dilində oxumuşam. Hal-hazırda İzmir şəhərində İzmir Yüksək Texnologiya İnstitutunda biotexnologiya %100 ingiliscə təhsil alıram. Təhsil alır, bəli. Ora göndərdik. Bəli. Amma başqa seçənəklər də var idi. Bəli. YouTube-un ilk videosu olduğuna görə biz nə etdiyimiz barədə də məlumat verək. Hər dəfəsində məsələn hal-hazırda YouTube-da olan videoların bir çoxu podkast studiyalarında çəkilir. Amma biz elə bir konsept istəmədik. Biz daha rahat bir konsept istədik. Çünki həm tələbələrimlə, eyni zamanda hazırlaşmaqda olan tələbələrlə və gedən tələbələrlə bir səmimiyyət yaranır. Podkast studiyalarını sıxılardım. Mənə qulaq asırsan? Düzdür. Dərsdə də belə qulaq asırdım mən. Hə. Onunla bağlı olaraqdan da hər dəfəsində fərqli konsept, fərqli məkanlarına. Bəs bu gün nə edirik? Bu gün biz gəlmişik çox gözəl bir məkana. Biz gəlmişik, burada keramik məhsullar var və onları boyamaqla bağlı. Bunu eləyə-eləyə eyni zamanda sizinlə həmsöhbət olacaq. Belə. Başlayaq suallarımıza. Bəli. Necə oldu bizim mərkəzdən tanış oldun, gəldin? Mən başqa bir kursa getmişdim. İlk o kursa getdiyimdə açığı orada türk dili müəllimim var idi. Amma onunla bəzi problemlər yaşadım. O problemləri yaşadıktan sonra başqa kurs axtarmağa başladıq və orada onsuz da riyaziyyatı davam edirdik biz. Yəni bildiyiniz kimi ALES imtahanı iki fəndən ibarətdir. İki fəndən imtahan verirsiniz. Birincisi riyaziyyat, ikincisi türk dili fənnidir və mən evdə Azərbaycan dilində danışıb, universitetdə ingilis dilində danışıb və üstəlik türk dilinə hazırlaşmaq mənim üçün çox çətin idi. Ona görə mən yaxşı müəllim olmalı idi ki, bunu mənim başıma yerdə bilsin. Vaxtilə mən səhhətimdə problem yaranmışdı. Onda hələ kursda fəaliyyət göstərmirdim. Bu xanımlar mənə dərsə yazılmışdılar onlayn bir şəkildə. Onlayn olduğuna görə razı qalmamışdılar. Gedib başqa kursa yazılmışdılar. Başqa kursda da razı qalmadılar. Sonra gəldilər yenə məni tapdılar. Olub belə bir şey. Bəli. Belə sonra başladıq dərslərə. ALES dərsi, TYS dərsi. Neçə ay davam elədi dərslərimiz? 3 ay səhv eləmirəmsə. Çünki o birisi kursda da getmişdilər dərslərə. Amma biz tezləşdirilmiş şəkildə tezləşdirilmiş proqramı başdan aldıq, hazırlaşdıq. ALES imtahanı bu arada Türkiyədə verilən bir imtahandır. Bunun paralelində də TYS-yə hazırlaşdıq. TYS-yə birinci girdiniz imtahana yoxsa? TYS-yə sonradan girdi. Biz aprelin 13-ü ALES imtahanına girdik. Mayın 2-si TYS imtahanına girdi və biz TYS imtahanına çox tezləşdirilmiş bir proqramla girdik və çox çətin idi. TYS imtahanına hazırlaşanda həmişə qayıdıb deyirdi ki, bəs mən qəbul olmayacağam, keçə bilməyəcəm falan. O universitetdə tələbələr olur, ağlayır, deyir ki, mən oxumamışam falan, kəsiləcəm bu imtahana, sonra gedir keçirir imtahanı. Cebr aldı, getdi. Cebr aldı, ondan sonra ALES-ə getdiniz. Yox, birinci ALES-ə getdik, sonra TYS imtahanını verdik. TYS imtahanını aprelin 13-ü biz imtahan verdik. Aprelin 13-ü axşam elə uçuşumuz idi və Azərbaycana qayıtdıq. Və Azərbaycana qayıtdığımızdan 2-3 gün sonra TYS imtahanına hazırlaşdıq. Yəni bizim heç hardasa 20 günümüz belə yox idi, yəni TYS imtahanına hazırlaşmamıza və tezləşdirmiş, yəni 2 həftə yarım, həftədə 3 dəfə gəlməklə və danışıqlar, yəni orada ən çox məni həyəcanlandıran hissə danışıq hissəsi idi. Eşitmədə bir problem yaşayacağımı düşünmürdüm və yazma hissəsi. Çünki bir-bir mən... Eşitmə deyil, dinləmədir o. Qızımız ingilis dilində təhsil alır. Eşitmədə, hə? Dinləmədə, aha. Ona görə də biz müəllimə mən açığı dedim ki, müəllim, mən fail olacağam bu imtahanda, keçə bilməyəcəm. Məndən bir şey gözləməyin dedim. Evdəkilərə də eyni şeyi dedim. Getdik imtahanda ilk 3 mərhələsi, hansı ki yazma, oxuma və dinləmə hissəsi bir gündə oldu. Ondan 2-3 gün sonra danışma mərhələsi oldu. Konuşma sınavına girdiniz. Aha, o açıq mən imtahana çıxanda çox
yəni özümdən gözləmədiyim performans oldu. Həqiqətən də yaxşı verdiyimi düşünürdüm. Danlamışdım bəlkə də ona görə. Hə, o da ola bilər. Ondan sonra gəldi ya danışmada heç danışa bilmədim demək olar. Yəni danışa bilmədim amma keçdim deyə düşündüm. Çünki çox bilet belə tapşırmışdım mən. Yunus Əmrə İnstitutunda danışa bilmədim, keçdim nə deməkdir? Danışa bilmirsənsə səni keçirdim. Çox çətindir. İki şey, orada iki cür danışma var idi. Biri sərbəst danışma idi. Qarşılıqlı konuşma, bağımsız konuşma. Bağımsız konuşma, hə, bir də qarşılıqlı konuşma. Qəbul olub. Bax bu məlumatlar format atıb. Yəni yoxdur bu məlumatlar. Qarşılıqlı konuşma çox çətin idi. Sərbəst konuşma yaxşı idi. Ya da ikisindən biri daha çətin idi. Yəni çox çətin idi option. Yəni imtahanlarımızı verdik, nəticələrimizi götürdük. Ondan sonra qızlar qərarı aldılar ki, universitet müraciətlərini də mənə həvalə eləyəcəklər. Sözləşmə etdik, ondan sonra ixtisas seçimi. İxtisas seçimi ilə bağlı belə bir şey deyim ki, səndə seçilən ixtisaslar, ümumiyyətlə elə kontraktda yazılan ixtisaslar da hamısı alan içi idi. Yəni alan dışı ixtisas seçməmişdik. Hansılara öncəlik vermişdim? O barədə də məlumat ver. Mənim ixtisasım biologiya idi və təbii ki də onunla əlaqəli bir şey istirdim və Azərbaycanda da dərman şirkətlərində və ya Sokar, BP kimi neft şirkətlərində işləmək istirdim. Buna görə də biotexnologiya ixtisasına daha çox üstünlük vermişdim. Amma mən Bakı Dövlətdə oxuyarkən mikrobiologiya laboratoriyasında 2 ilə yaxın çalışmışdım. Buna görə də mikrobiologiya da ola bilər fikrində idim. Sonra müəllimə də dedim ki, yəni əsas biotexnologiya və əsas İzmir Yüksək Texnologiya İnstitutu olsun. Çünki mənim orada postdoc təhsili alan bir müəllimim var və çox tərifləmişdi və yəni böyüdüyümdə o qadın kimi olmaq istəyirəm, həmişə deyirdim deyənə, o universitetdə də təhsil almaq istəyirdim və gəldim müəllimə dedim ki, İzmir Yüksək Texnologiya Universiteti birinci yerdə olsun. Yəni seçimlərinizdə. Bizim o alternativ ixtisaslarımız da vardı. Bu mənim yadıma gəlir ki, orada biotexnoloji var idi. Molekulyar biologiya və genetika var idimi? Var idi. Tibbi mikrobioloji var idi. Bəli. Ondan sonra yəni bunlar hamısı alan içi sayılır. Biologiya ilə əlaqəli olduğuna görə alan içi ixtisaslar idi və eyni zamanda bizim qəbulumuz haralardan gəldi? Bizim qəbulumuz gəldi İstanbul Universitetindən, biotexnolojidən. Orada mülakata da girmişdi hətta. Sonra İstanbul %100 bəli, %100 qazanmışdı. İzmir Yüksək Texnolojidən gəlmişdi qəbulumuz. Amma orada bir ingilis dilindən bağlı məsələ var idi. İngilis dili istəyirdi sertifikat. Sonra mən ora mail yazdım ki, bəs tələbəmizin bakalavr təhsili ingilis dilində olub deyə. O səbəbdən dolayı müaf sayıldı. Yəni bunu qəbul elədilər ki, hə gəlib dərslərə başlaya bilər. Bunun yanı sıra bizim başqa universitetlərdən də qəbullarımız var idi. Məsələn İstanbul Cərrahpaşa Universitetindən qəbulumuz var idi. Hansı ixtisas? Tibbi mikrobiologiya. Bəli, oranı da arada qalmışdın, oranı da istəyirdin. Çox arada qalmışdım çünki Azərbaycanlılarda, yəni bunu da deyəcəm, belə bir mentalitet var, tanınmış universitet. Yəni Türkiyədə ən çox tanınmış universitetlər hansıdır? Cərrahpaşa və Hacəttepe Universiteti və Hacəttepedə mənim ixtisasım yox idi. Ona da başvuru eləmək istəyirdi, amma Cərrahpaşada tibbi mikrobiologiya ixtisası var idi. Və yəni dediyim kimi Azərbaycanda o mentalitet var axı, tanınmış bir universiteti oxuyum deyə və ona görə də təbii ki də mənim də ailəm tanınmış bir universitet olsun adı ilə Cərrahpaşanı istəyirdi. Amma heç çox Cərrahpaşa istəməmişəm özüm. İstəməmişəm. Mən həmişə İzmir Yüksək Texnologiya Orada mənim məsləhətlərim oldu. Nə dedim mən orada? Dediniz ki, bu daha yaxşıdır. Niyə? Çünki İzmir Yüksək Texnolojidə oxuyacağım ixtisas ingilis dilində idi. Zaten ingilis dilində oxumuşdu və demək olar ki 4 dönəm sən orada təhsil alacaqsan, tezli yüksək lisans. Hətta məncə İzmir Yüksək Texnolojidə əlavə də olacaq. Çünki orada sənin kapsamlı dərslərin var. 2 il yox, nə qədər oxuyacaqsan? Əslində magistr 2 ildir bizdə elə bir bizdə Avropada, məsələn Avropada hətta 1 ilə belə təhsil verirlər, amma orada mənə deyildi ki 2 ilə xüsusilə də laboratoriyada iş görmək istəyirsənsə 2 ilə bitirə bilmərsən dedilər. Sən öz tezini, öz bitirmə tezini daha kapsamlı yazmaq, daha yaxşı yazmaq istəyirsənsə, bunun üçün 2 il yarım, 3 ildə ola bilər. Tezlə, yəni daha gec şəkildə, amma 2 ilə də bitirmək mümkündür təbii ki də. Bəli, daha sonrasında yəni bizim o alınan qəbullar içərisində, orada hətta Atatürk falan da var idi. Sən Atatürk Universitetindən molekulyar biologiya və genetika ixtisasından. Tibbi ilə bağlı nəsə var idi? Orada tibbi molekulyar biologiya yoxsa tibbi genetik nəsə? Ondan qəbul almadım. Birindən aldım. Tibbi molekulyar biologiya və genetikadan almışdım. İkisinə müraciət eləmişdim. Birindən sanki gəlmədi, birindən gəldi.
Amma artıq sən İzmir yüksək texnolojini seçmişdin deyə mülakatla bağlı, yəni gedəsi deyildin, mən elə başa düşürəm. Bu şəkildə. Onun dışında İzmir yüksək texnoloji ilə bağlı bir dənə danışıqlar uzananda sadəcə orada məsələ sənin ingilis dilindən bağlı sənədi təqdim eləmək idi. Bu barədə orada gedəndən sonra nə etdin? Kesin kayıt sənədlərin, ondan sonra İngilis dilində təhsil aldığım üçün, müaf olduğum üçün universitetdə mən bir arayış almışdım ki, mən həqiqətən də 4 il bu universitetdə ingilis dilində təhsil almışam və o arayışı müəllimə gətirdim, verdim və müəllim yüklədi. Yəni daha doğrusu onlara mail göndərdi. Bəli, maildə soruşdum, ondan sonra da sistemə yüklədik. Bəli, mail göndərəndən sonra və onlar da 2-3 gün ərzində mailə qarşılıq reaksiya verdilər və dedilər ki, bəli, siz müafsınız və ingilis dilinə... Müafiyyətin nə olduğunla bağlı mən biraz məlumat vermək istəyirəm. Türkiyədə magistr təhsil pilləsi üzrə tələbələrimiz daha çox ya türk dilində gedirlər, ya ingilis dilində gedirlər. Ən çox da türk dilində təhsilə gedirlər. İngilis dilində təhsilə getmək üçün tələbələrdən ya YDS istənilir, ya da buna HDR sınav istənilir. Yəni HDR sınav əgər YDS-niz yoxdursa bu TOEFL ola bilər, IELTS ola bilər və yaxud da ki, burada alındığınız beynəlxalq səviyyədə tanınan bir dil sertifikatı ola bilər. Və eyni zamanda da əgərlər tələbə bakalavrını 4 illik təhsilini ingiliscə oxuyubsa, o zaman o müaf olmuş olur. Bir dənə də alternativ odur ki, universitetin özünün daxili ingilis dili sınavına girə bilərsiniz. Bu zaman da qəbul olunandır. Yəni bu şəkildə məlumat vermək istədim. Çünki bəzən tələbələr orada YDS görürlər, elə bilər sırf gedib Türkiyədə imtahan verməlidirlər ingilis dilindən bağlı. Bu da bir ek bilgi olaraqdan keçdik. Getdin ora Türkiyəyə. Hansı sənədlər apardın? Proses necə oldu? Tələbələrə çox maraqlıdır. Yəni ilkin olaraqdan siz gedəndə orada nələr edirsiniz? Çətin olur, asan da olur? Mən getdim öğrenci işlərinə və mənə əsas orada nə lazım idi dedilər. Tərcümə təsdiq lazım idi. Mənim Bakı Dövlət Universitetində həqiqətən ingilis dilində oxuduğuma dair arayış almışdım və o arayışı ingilis dilində ya türk dilində fərqi yoxdur. Tərcümə təsdiqini eləməliyəm və məncə əgər orada eləməyi düşünürsünüzsə, orada çox çətindir. Ona görə də burada asan xidmətdə elətdirməyiniz daha yaxşıdır. Və maliyyət açısından da fərq var. Bəli, orada daha bahadır. Hə, orada arada ciddi bir fərq var həqiqətən də. Bəli. Zaten burada mən universitetlərə müraciət edəndə bir çox sənədi tərcümə təsdiq elətdirirəm. Orada çox az bir şey qalır. O da nədən irəli gəlir? Türkiyə universitetlərində magistraturaya müraciət, istər doktoranturaya müraciət vahid bir sistem deyil. Bu nə deməkdir? Hər universitet bir balaca fərqlilik ola bilər ki, məsələn, fərqli bir sənəd istəsin və yaxud da ki, bir universitet, məsələn, atıram, sicil təmizlik bəlgəsi istəsin, birisi istəməsin. Bununla bağlı vahid olmadığına görə və eyni zamanda müraciət sistemində də fərqliliklər olur. Eyni vaxtda açıb, eyni vaxtda bağlamırlar universitet başvurularını. Ona görə də ciddi bir disiplinlə bunu takib etmək lazımdır. İstər sənəd prosesini, kesin kayıt tarixlərini. Yəni onu qaçırtsanız, onda ipin ucu qaçmış olur. Biraz gec ola bilər. Hətta kabulün çıxsa belə kesin kaydı qaçırtmısansa, onda heç bir mənası olmur. Okey, bəs orada qonaqlama necədir? Sən harda qalırsan? Deməli, onlarda iki cür yurt var. Dövlət və özəl yurt. Dövlət yurdu əgər xarici vətəndaşsansa sənə çıxmır. Yəni çox çətindir onu almaq. Ya da çıxırsa da hər ay gedib o kaydı yeniləməlisən, ya da ki başqa bir öz vətəndaşlarından biri gəlsə səni çıxardırlar. Ona görə də işimi qarantiya alıb özün. Bəli, şansa buraxmaq istəmədim. Ona görə də mən özəl yurda getdim. Bəli, qiymətdə çox fərq var. Amma rahat olur. Amma rahatdır. Bəli, bilirsən ki, yəni sən buradan heç kim çıxartmayacaq. Neçə nəfərli olur? 1, 2, 3. 1, 2, 3, 4, 4-ə qədər var. Mən 3 kişilikdə qalım, amma 2 kişi qalırıq şükür. Bəli, o da şansdır. Bəs nəqliyyat olaraq da nə istifadə edirsiniz? Universitet bildiyim qədərilə sənin universitetin şəhərdən kənardadır. Yataqxananla da yəni arası yaxındır, amma şəhərə gələndə hansı nəqliyyat vasitəsi istifadə edirsən? Mənim universitetim Çeşmə, Alaçatıya yaxındır və bəli, gəzmək üçün süperdir, amma qışda çox da belə avantajı yoxdur. Və buna görə də yurdun da siz dediyiniz kimi universitetin içində olduğu üçün ehtiyac yoxdur yurt kimi da avtobus ya minibüs kimi şeylərə. Ona görə də mən istifadə eləmirəm. Amma şəhərə getmək 1 saat yarımlıq məsafə olduğu üçün mən avtobusdan istifadə edirəm. Bəzən 2 avtobus dəyişdirməli oluram. Orada taksi fiyatları da bizdən çox fərqlidir və bahadır. Çox fərqlidir, çox bahadır. Keçən dəfə İzmir əsas şəhər olduğuna görə o da
rol O oynayır. da var. Amma belə deyim, Türkiyədə tələbələrə çox önəm verilir. Məsələn, kırtasiyaya girib desən ki, tələbəyəm, sənə endirim eləyəcəklər. Ya da avtobus, metro kartlarında tələbə üçün endirimlər var. Xüsusi kart verirlər tələbə üçün. Mən gedib onu almışam məsələn. Məsələn, 31 TL şəhərin içinə əgər avtobus gedirsə, mən 15 TL-yə gedirəm. Yarı fiyatına gedirəm tələbə olduğum üçün. Bəs onda mən sənə sual verim biraz dərslərdən. Hansı dərsləri alırsan? Ümumiyyətlə 2 il boyunca hansı dərsləri alacaqsan, məlumatlısan bu barədə? Mənim toplam 7 dərs alma şansım var və bu 7 dərsin 4-ü məcburi dərs. Yəni mən onları mütləq götürməliyəm. Yerdə qalır 3 dərs və mən onları seçməliyəm, seçməli dərslərdir və Türkiyədə elə bir şey yoxdur. Bu magistr dərsidir, bu doktorant dərsidir, bu bakalavr dərsidir. Orada əgər magistrsansa, sən doktorantın da dərsinə gedib girə bilərsən, bakalavrın da dərsinə gedib girə bilərsən. Eynilə mənim aldığım bir dərs doktorant dərsi idi, amma o dərsdə bütün hamı doktorant ikən 2 nəfər magistr idi. Yəni belə şeylər də mümkündür və dərs seçimi, yəni mən öz universitetimi nəzərdə tuturam. Dərs seçimi istəsən sən, mən indi biotexnologiya oxuyuram. İstəsən sən gedib kimyadan da dərs seçə bilərsən. Gedib fizikadan da dərs seçə bilərsən. Yəni əlaqəli ixtisaslardan da dərs seçmək mümkündür orada. Bəli. Eyni zamanda məsələn orada mənə maraqlıdır. Sən orada nəzəri dərslər daha çox keçirsən, yoxsa praktik dərslər daha çox keçirsən? Məsələn, bəzi tələbələrimiz var. Onlar sağlıq yönetimi, sağlıq bilimləri enstitüsündə olan hər hansısa bir bölümə gedir və günün çoxusunu xəstəxanada keçirir. Bu da çox gözəl bir avantajlıdır ki, o işi ilə bağlı praktik qazanmış olur da, yəni. Bəs səndə necədir vəziyyət? Orada universitet qəbul olundan sonra bir semestr özünə elə bir müəllimləri yoxlayırsınız. Baxırsınız ki, hansı müəllimin işi sizin xoşunuza gəlir. Mikrobiologiya tərəfinə getmək istəyirsiniz, nano tərəfinə getmək istəyirsiniz. Yəni o öz seçiminizdir. Müəllimlərin dərsini seçirsiniz məsələn, o müəllimin dərsini alırsınız və bizdə bir dərs var. O dərsə hər dərs fərqli insan girir həmin o dərsə. Və ondan məsələn, onda insana maraqlı gəlir ki, məsələn, hə bu müəllimin dərsi mənə maraqlı gəlir, bu üzrə getmək istəyirəm. Və semestrin sonunda gedib müəllimlə danışırsan, deyirsən ki, mən sizin laboratoriyada işləmək istəyirəm gələn semestrdən. Əgər xoşuma gəlsə davam eləmək istəyirəm və tez rəhbərimiz siz olmağı danışman hocanızın. Bəli, bəli. Ondan sonra mən də məsələn ilk başda gedəndə burdan bir müəllim seçmişdim, getmişdim. Sonra onun işinin məndə biraz çətinlik törədəcəyini və ya biraz uyğun gəlməyəcəyini düşündüm və getdim müəllimin özü ilə danışdım və dəyişdirmək istədiyimi söylədim və dəyişdirdim. İndi nano üzrə işləyəcəm məsələn və laboratoriyada işləməyə gəldikdə isə İlk semestr heç kim demək olar laboratoriyada işləmir, amma ikinci semestrdən seçdikdən sonra gedirsiniz laboratoriyada işləyirsiniz və 3 semestr dərs keçirsiniz, eyni zamanda laboratoriyaya gedirsiniz və 4-cü semestrdə tamamilə laboratoriyaya gedirsiniz. Əgər davam eləyəcəksə, 2 ildə bitmirsə, 5-ci və 6-cı semestrdə gedəcəksiniz, ancaq laboratoriya dərsiniz falan olmayacaq orada. İmtahanları necə verirsən öz? İmtahanlarda, məsələn, indi mən Bakı Dövlətdə oxumuşam və yazılı imtahan idi orada. Amma orada da mən elə olacağını düşünürdüm. Bir fən, məcburi fənn idi hansı ki o yazılı idi, tamam və kamera falan ancaq başımızda bir müəllim dururdu və heç kimi də köçürməyə tənəzzül belə eləmirdi. Amma bəzi fənlərdə, məsələn, bir seçmə fənnin birində proje elədim. Və müəllim çox maraqlı idi və mən 1 ay o projenin üzərində işlədim. Müəllim mənə çarəsi olmayan bir xəstəliyi verdi, hansı ki diaqnozu da çox çətindir. Verdi və mən ona çarə, diaqnoz və ya simptomlarını azaltmaq kimi bir çözüm yolu tapmalıydım. Və mən də tapdım, yaxşı da oldu və məsələn o 2 fən elə verdim. Bir fəndə məsələn onlayn dərs idi, onu da onlayn şəkildə imtahanını verdik. Belə. Başa düşdüm. Bəs buradan gedəcək uşaqlara nə demək istəyirsən? Nə məsləhətlərin var? Məncə ilk ALES-dən danışsaq, qətiyyən heyecanlanmasınlar. Çünki vaxt çox qısadır. Zaten ALES çətin bir imtahan deyil. Onların məktəb riyaziyyatı çətin deyil. Universiteti nəzərdə tutmuram, məktəbi nəzərdə tuturam. Çətin deyil.
Riyaziyyat hissəsi çox asandır. Türk dili hissəsi sizə çətin gələ bilər. Çünki bizim bildiyimiz o televizorda gördüyümüz türk dili ilə əlaqəsi yoxdur. Tamamilə elmi türk dilidir orada. Ona görə də türk dilinə daha çox üstünlük verməlidirlər. Bir də burada sayısalcı, sözəlci və ya eşitarlıq deyə bir şey var axı. O sayısalcı, sözəlci olduğunuzu birinci bilməliyik. Ondan sonra onun üzərinə düşünməlisiniz. Konsultasiyaya gəlməlidir. Bəli, bunun üçün mütləq konsultasiyaya gəlməlisiniz. Mən ilk getdiyimdə konsultasiyaya zaten bilirdim mənim ki, sayısal yönümlüdür, yəni riyaziyyat yönümlüdür. Ona görə mən riyaziyyata üstünlük vermişdim, amma türk dili də mənə bal verdiyini nəzərə alsaq, türk dilindən də bir şey yazmalıydım. Ona görə də türk dilinə biraz üstünlük verin. Riyaziyyatına da təbii ki də üstünlük verməlisiniz, amma türk dili çətin olduğu üçün deyirəm. ALES imtahanında həyəcanlanmayın, çünki vaxt çox azdır. 2 saat yarım ALES imtahanının 200 sual, 100 sual 100 sual daha doğrusu, 50 riyaziyyat, 50 türk dili və o türk dilinin bəzisi məntiq, riyaziyyatın bəzisi məntiq olduğunu nəzərə alsaq, vaxt çox qısıtlıdır. Ona görə də əlinizdən gəldiyi qədər bir sualın üzərində ilişib qalmayın, davam eləyin. Və imtahanı verdikdən sonra artıq üzərinizdən bir yük qalxacaq. Və imtahan da yəni maksimum çalışın 70-dən 70 üstü olsun. Çünki mənim ən çox universitet qazanmağımda səbəbim 70 üzəri olmaq idi. Amma belə də bir şey var. O seçəcəyiniz bölümdən də asılıdır. Məsələn, elə ola bilər ki, bu məsələn atıram universitetin istədiyi həmin bölüm üzrə 55 üstüdür. Bu ilk öncə konsultasiyaya gəlib ixtisas hansı olacaqsa və universitetlər, dövlət universitetləri ALES nəticəsində hansı limitin üstündə istəyirsə, yəni bununla bağlı konsultasiya mütləq olunmalıdır. Bəs illik nə qədər idi? Sənin universitetin illiyi nə qədərdir? Universitetin illiyi Azərbaycandakı kimi düşünməyin. Dövlət universitetləri xüsusi olaraq daha ucuzdur. Amma özəl universitetlər biraz bahadır. Mənim universitetimin illiyi səhv eləmirəmsə 1500 manatdır və orada illiyi ödə deyə bir şey yoxdur. Evdəkilər verdiyi üçün deyir səhv eləmirəmsə, çünki məlumatı yoxdur bu insanın. Bəli. Amma düz deyirsiz və o 1500-ün hansında istəmirlər sizdən? Yarı-yarı. Bir də belə bir məsələ var. Baxın, bayaqdan universiteti çox bəyəndiyini dilə gətirirsən. Universitetim çox qəşəngdir, mən çox razıyam. Bu dövlət universiteti olduğuna görə qiymət əslində, hətta indi TL ilə bağlı bir valyutada bir enmə, düşmə, qalxma durumları var deyə illiklər bir balaca qalxıb. Əvvələ nisbətən bir balaca bayağı qalxıb türklərə görə. Yenə də dövlət universiteti ilə özəl universitetinin illikləri arasında ciddi fərqlər var. Buna görə də bəzən tələbələr elə başa düşürlər ki, özəl universitetlər yaxşı deyil və ya diplomu tanınmır və ya nəsə. Sadəcə olaraqdan dövlət universitetləri ilə özəl universitetlərin arasında öyrənim ücretləri fərqi var. Yəni arada o fərqə görə tələbə əgərlər imkan varsa, gəlib hazırlaşıb dövlət universitetinə gedə bilər. Hazırlaşıb deyəndə də burada elə ixtisaslar var ki, Türkiyədə tezli və tezsiz proqramlar var. Tezli proqram oxuyan tələbələr daha sonrasında doktoranturaya gedə bilirlər və minimum yəni 2 il olur hazırlıq, 3 il də ola bilər, yəni 2 il yarım da ola bilər. Amma tezsiz proqramlar da il yarım olur. Yəni demək istədiyim odur ki, bəzən tələbələr burada oxuduqları universitetin transkript ortalamasından da gedə bilərlər tezli proqrama. Sırf illa ALES imtahanı verəcəklər deyə bir şey yoxdur. Sadəcə bunların hamısı məlum olur konsultasiya zamanı. Bəzən məsələn tələbə olur, mənə zəng eləyir məlumat almaq üçün. Mən o tələbənin hər şeyi telefonda deyə bilmirəm. Gəlməlidir, danışmalıyıq buna bağlı. Necə ki sizlə oturduq, o qərara gəldik. Yəni mən açığını deyim, bir tələbə ilə telefonda konsultasiya eləmək rahat deyil. Tələbəyə bir şey deyirsən, sən onun gözünün qabağında deyilsən, o sənin ağzından çıxan mütəxəssis bilib zəng eləyir, ağzından çıxan hər hansısa bir kəlməni bütün universitetlərə şamil eləyərəkdən yanlış yön ala bilir. Amma bununla bağlı biz ilk öncə ixtisaslarımızı seçmişdik, daha sonrasında bu ixtisaslar hansı universitetlərdə var, o universitetlər bizdən nələr tələb eləyir. Bu şəkildə ki, bizim sonuc olaraqdan 5-ə yaxın universitetdən qəbulumuz gəlmişdi. Yəni, bunda da seçimimiz İzmir Yüksək Texnoloji və məncə də peşman da deyilsən, hər şey də gözəldir. Aldığım təsir, mən onu bir dönəm idi görmürdüm. Bəli. Bir dönəmdən sonra gəlib, bugün görüşmüşük, bugün də gəldik təəssüratlarını almağa. Bəs universitetinin avantajlarının yanında dezavantajları varmı? Nədən razısan, nədən razı deyilsən? Müəllimlərin necədir?
Hələ ki dezavantajını görməmişəm. Bəlkə də bir semestrdir deyənə görməmişəm. Bir dənə mənə rəng verə bilərsiniz bunları. Təbii, onun kimi mən də öz figurumu göstərim, mən bitirdim, mən çox bəyəndim. Və eyni zamanda burada bu fiqurlardan əlavə şamlar hazırlanır, qoxulu şamlar. Bu məkan çox rahatdır və çox gözəldir. Açıqlama qismində zaten yer alacaq. Ab-havasını da çox bəyəndim, çox rahat idi. Hələ də sən necə, xoşuna gəldi? Bəli, çox qəşəngdir. Zaten mən belə aktivitetlər sevirəm. Hələ də yəni məşğuldur. Onun figurunun çiçəkləri qalıb. Bəli. Alın hissəsini gətir göstərək. Sən figurunu heç göstərmisənmi bilmirəm. Baxın belə hazırlayıb figurunu bu şəkildə belə. Türkiyəyə gedəcək olan tələbələrə nə məsləhətlərin var? Birinci imtahanla bağlı bir məsləhət desəm, vaxtınız çox azdır və sizin 100 sualınız var, 50 riyaziyyat, 50 türk dili və yaxşı hazırlaşmalısınız və bir sualın üzərində ilişib qalmamalısınız, keçməlisiniz. Əgər bir dəqiqə o sualı həll eləyə bilmirsinizsə. Bu imtahanla bağlıdır. TYS imtahanında qətiyyən həyəcanlanmayın, çünki çox asan imtahandır həqiqətən də. Və təhsil aldıq və qəbulunuz gəldi, hər şey tamamdır. Qəbula getdiyiniz zaman dediyim kimi tərcümə təsdiqlərinin hamısını Azərbaycanda eləyin və biraz orada tək qala bilərsiniz. Ətrafınızda heç kim yoxdur. Tanımadığınız bir ölkədəsiniz, amma insan zaman keçdikcə keçdikcə gözəl bir təcrübədir əslində. Həm gözəl bir təcrübədir, çünki ailəndən uzaq qalırsan, ilk dəfə də olsa ailəndən uzaq qalırsan Öz ayaqlarının üstündə. Bəli, öz ayaqlarının üzərində qalsan, kimi şeylər var, amma qətiyyən yəni məyus olmayın, çünki həqiqətən də vaxt keçdikcə çox öyrəşirsiniz və bəzən hətta elə olur ki, qayıtmaq belə istəmirsiniz. Məsələn, mən bura gəlmişəm, məndən valideynlərim soruşurlar, darıxmısan? Deyirəm, hə, darıxmışam. Ən azından dərslər üçün darıxmışam, universitet üçün darıxmışam, otaq yoldaşım üçün belə darıxmışam yəni. Çünki alışırsınız, bir-birinizə dəstək olursunuz, orada alışırsınız. Bəli. Okey. Başqa verəcəyin hər hansısa bir məsləhət, nə demək istəyirsən son olaraqdan? Son olaraqdan, yəni özünüzə tamamilə güvənin. Çünki mən tam özümə güvənən bir insan olmamışam heç vaxt. Dediyim kimi, məsələn, TYS-də filan həmişə müəllimə ağlayırdım ki, müəllim, mən türk dili imtahanından heç cürə keçə bilməyəcəm, amma mütləq özünüzə güvəniniz olsun. Çünki ən başda məncə özgüvən durur. Çünki özgüvəniniz olsa, həmən bunu eləyə biləcəm, ağlı ilə gedib həll eləyə bilirsiniz. Yox, mən bunu eləyə bilməyəcəm, çətin də ağlı ilə geçsəniz, daha da çətinləşdirəcəksiniz özünüz üçün. Özgüvəniniz olsun, çünki arxası türklərin bir söz var, çora söküyü gibi geliyor. Mən də sadəcə olaraq buradan gələcək tələbələrə demək istəyirəm ki, bariz nümunədir ki, mən ona, yəni o prosesi necə apardım, onun qəbulları gəldi, onun seçim fürsəti də oldu, necə, sadəcə bir balaca güvən. Yəni başa düşürəm, şirkətlər çoxdur. Yəni onunla bağlı olaraqdan işinin əhlini axtarırsınız. Məsələn, məndə tələbələrin əksəriyyəti başqa mərkəzlərdən gələn tələbələr olur. Yəni bununla bağlı olaraq və yaxud da ki, məsələn, Xəccənin mən qəbul prosesini aparmışam, Xəccənin tanışları da Xəccənin məsləhəti ilə gəlirlər. Belə tələbələr olur. O halda ki, bu Türkiyənin magistratura üzrə universitet müraciətləri söhbət dövlət universitetlərindən gedir. Biraz takib olunmalı proses olduğuna görə mən öz işimi icra eləmək üçün siz də biraz rahat olmalısınız və güvənməlisiniz bu barədə. Bu barədə nə demək istəyirsiniz? Məncə ən böyük məsləhətim nə olar? Mailinizi özünüzdə saxlamayın. Təzə bir mail açın və onun kodunu verin müəllimə, müəllim dəyişdirsin. Bununla bağlı əslində belə bir şey deyim ki, mənim məqsədim nədir bu uşaqların mailini istifadə eləməkdən? O qədər narahatdılar, başqa şirkətlərə güvənmirlər. Mən sadəcə orada göstərmək istəyirəm ki, həqiqətən də sizə müraciət olunur. Tələbə sistemini vermirəm. Sadəcə mailə gələn bildirişləri görürlər, yəni bu şəkildə. Belə. Mən çox sağ ol deyirəm sənin gəldiyin üçün, gələn kimi məni ziyarət elədiyin üçün. Artıq yavaş-yavaş sonlandıraq. Mən bitirdim, mən səni gözləyirdim. Sən çox az qalıb videonu yekunlaşdırandan sonra yenə də daha sonrasında şəkil halında ən son halını qoyacağam, paylaşacağam. Bizə dəstək göstərdiyinə görə məkana öz təşəkkürümüzü bildiririk. Məkanın linkini açıqlama qismində qoyacağam. Burada eyni zamanda sadəcə keramik boyama deyil, keramiklərin hazırlanması, daha sonrasında şamdanlar, şamların hazırlanması, bununla bağlı da müraciət edib gəlib burada çox gözəl vaxt keçirdə bilərsiniz bu şəkildə. Növbəti videolarda görüşənə qədər sağ olun, özünüzə yaxşı baxın. Bay bay. Bay bay.